Ben Nizam Ömer, bu da komanda yoldaşım. Hazlı Məhəmməd. Tech Kings komandası. Bu da bizim robot bowling senior robotumuz. Robotu hazırlayarken Vexike robotik ekskitindən istifadə etmişik. Robotumuz Canon tipli robotdur. Bu da o deməkdir ki, topu atmaq üçün striker mexanizmindən istifadə edir. Striker mexanizmi milin düz xətt üzrə geriyə gedib, daha sonra motor vasitəsilə buraxılması ilə topu atır. Striker mexanizmində gördüyünüz kimi yığdıqdan sonra rezinlər striker mexanizminə güc verir və motor rezini buraxdıqdan sonra striker mexanizmimiz, yəni milimiz iləri gələrək topu vurur. Robotumuzun digər hissəsi olan drivetrainində indi komanda yoldaşım sizə izah edəcək. Biz robotumuzun drivetrainində 3 fırçaq sistemindən istifadə etmişik. Bu çarx sistemi robotun həm güclü, həm də sürətli olmasını təmin edir. Robotun təkərləri olaraq isə Omnivale'lardan istifadə etmişik. Omnivale'lar robotun dönüşlərini asanlaşdırır və dəqiqləşdirir. Robotumuzun ağırlıq mərkəzi, yəni əsas ağırlığı verən beyni ortaya qoymuşuq. Bu da əsas ağırlığı mərkəzə verərək dönüşlərin həm daha dəqiq olmasını təmin edir, həm də proqramlaşdırmanı asanlaşdırır. Robotumuzun həm də dönüşlərini daha dəqiq etməkdən ötürü gyro sensoru yerləşdirəcəyik. Bundan da əlavə robotun istiqamətini düzəltmək üçün onun əlavə qollar verəcəyik ki, daha asan şəkildə istiqamətini hazır eləsin. Bütün komandalara uğurlar arzu edirik.